Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər, mən Səbinaz Vəlizadə. Bugün sizlərə təsviri incəsənət 6-cı sinif dərsliyindən olan rəsm təsviri yaradıcılığın əsasıdır mövzusunu izah edəcəm. Elə isə başlayaq. İlk öncə gəlin baxaq görək ki, rəsm nədir? Rəsm nə deməkdir? Rəsmə həmçinin qrafik təsvirlər də deyilir. Rəsm mənaca qrafik materiallarla, yəni bura daxildir kömür, tuş, qələm, flomaster, bu vasitələrlə çəkilmiş təsvirlər rəsm adlanır və rəsm iki növə bölünür. Bunu yadda saxlayırıq. Rəsm iki növə bölünür. Uzun müddətli rəsmlər və qısa müddətli rəsmlər. Yəni uzun müddətli çəkilmiş rəsmlər və qısa müddətli çəkilmiş rəsmlər. Qısa müddətdə çəkilmiş rəsmlər biz bilirik ki, bura aiddir qaralama və eskiz. Gəlin baxaq görək ki, qaralama nədir, eskiz nədir? Qaralama ilə eskizin fərqi nədir? Qaralama deyərkən biz nəyi nəzərdə tuturuq? Qaralama qısa müddət ərzinə çəkilmiş rəsmdir. Biz burada daha çox naturanın xarakterik xüsusiyyətini tez bir zamanda qaralayırıq. Və burada bizə lazım olan önəmli məqam hansıdır? Qələmimizi əlimizə götürürük və altından xətt çəkirik. Ustad rəssamların qaralamaları ifadə üslubu yüksək olduğu üçün onlar bədii sənət əsəri kimi qorunub saxlanılır. Bu sizə sual olaraq imtahanda, testlərdə qarşınıza çıxa bilər. Deyə bilər ki, bədii sənət əsəri kimi qorunub saxlanılan növ, rəsmin növü hansıdır? Biz burada nəyi qeyd edəcəyik? Qaralamanı qeyd edəcəyik. Nəyə görə? Ustad rəssamlar dedikdə biz burada Da Vinci-ni, Rembrandtı və yaxud da Michelangelo-nu götürə bilərik. Onların əsərləri, onların qaralamaları bədii əsər kimi qorunub saxlanılır. Məsələn, Oturan Qoca qaralaması var. Bu Da Vinci-nin əsəridir. Bu da həmçinin eskizə aiddir. Buna birazdan keçəcəyik. Yəni, nədir? Əgər bizdən soruşsa ki, bədii sənət əsərləri kimi qorunub saxlanılan hansıdır? Nəyi qeyd edəcəyik? Qaralama. Bunun altından xətt çəkirik. Keçdik eskizə. Eskiz dedikdə biz nə başa düşürük? Bədii əsərin ideyasını müəyyən edən ilkin rəsmdir. Bədii əsərin ideyasını müəyyən edən ilkin rəsmdir. Bunu yenə də qaralayırıq. Mən altından xətt çəkdikcə siz də götürün, çəkin. Bədii əsərin ideyasını müəyyən edir. Nəyə görə? Birazdan deyəcəm bu nəyə görə bizə lazımdır. Eskizdə bizə nə lazım olur? Kompozisiya quruluşu, rəng nisbəti, məkan, plan. Əgər kompozisiya quruluşu, məkan, plan, rəng nisbəti bizə verilirsə, biz nəyə götürəcəyik? Eskizi götürəcəyik. Bunların da altından xətt çəkirik, rəng nisbəti. Yadımızda qaldı, aydındır. Təbii ki, biz bilirik ki, illüstrasiyaları da yadımızda saxlamalıyıq. Çünki təkcə sual olaraq yox, illüstrasiyalarda MİQ imtahanında qarşımıza çıxa bilir. Oturan Qoca əsəri qaralamadır, yadda saxlayırıq. Əllər isə, barmaqlar isə eskizə aiddir. Hər ikisi də Da Vinci-nin əsəridir, rəsmləridir. Rəsmin iki növü var, qısa müddətli və uzun müddətli. Qısa müddətlilər də iki yerə bölündür. Qaralama və eskiz. İndi gəlin keçirik biz uzun müddətli rəsmlərə. Uzun müddətli rəsmlər üç yerə bölünür. Tədris rəsmləri, yaradıcı rəsmlər və texniki rəsmlər. Tədris rəsmi deyəndə biz nəyə başa düşürük? Ümumiyyətlə, bura baxmamış, bu şəkildən göründüyü kimi yadımıza nəyi salırıq? Bizə universitetdə və yaxud da universitetə hazırlaşarkən daha çox nələr çəkdirirlər? Veneradır, Dianadır, Qatamelatdır. Bunların hamısı tədris rəsmlərinə aiddir. Yəni, təsvir qaydalarının öyrənilməsi üçündür bu rəsmlər. Sadə olaraq bir də yadda saxlaya bilərsiniz. Hansı rəsmlər bizə öyrədilirdirsə, bu heykəlləri. Onları yadımızda saxlayırıq ki, bu tədris rəsmlərinə aiddir. Digəri isə yaradıcı rəsmlərdir. Yaradıcı rəsmlərdə biz nəyi görürük? Qazanılmış, rəssamın qazandığı bilik, bacarıq sayəsində yeni bir əsər yaratmasıdır yaradıcı rəsmlər. Burada
nəyə ilişəcəm? Yenə də götürürük qələmimizi əlimizə və altından xətt çəkirik. Qazanılmış bilik və bacarıqlar əsasında rəssam tərəfindən çəkilmiş rəsmdir. Bu yadımızda qaldı. Okay. Əsas məqsəd bədii obrazın yaradılmasıdır. Əsas məqsəd nədir? Bədii obrazın yaradılması. Bunun altından xətt çəkirik. Yaxşı, bəs bədii əsərin ideyasını müəyyən edən rəsm hansı idi? Bədii əsərin ideyasını müəyyən edən rəsm oldu eskiz. Amma bədii obrazın yaradılması isə yaradıcı rəsmə aiddir. Bunları yadımızda saxlayırıq, çünki burada bu məsələ qarışdırılan bir məsələdir. Yadımızda saxlayırıq ki, bədii obrazın yaradılması yaradıcıdır. Bədii əgər fikri ifadə etmək üçün yaradılan rəsmsə eskizdir. Onu yadda saxlayırıq. Yaradıcı rəsmdə müəyyən bir fikir, ideya ifadə olunur. Təbii ki də bunu da yadda saxlayırıq. Digəri texniki rəsmdir. Elmi tədqiqat xarakterli rəsmdir. Mexanizmlər, əşya və cihazların detal və hissələri haqqında əyani təsəvvürü yaratmaq məqsədi daşıyır. Ümumiyyətlə, hər hansısa mexaniki avadanlıqlar düzəldəndə biz onun eskizini çəkirik, xırdalıqlarını, detallarını çəkirik. Onların hamısı texniki rəsmə aid edilir. Bunu yadda saxlamaq asandır. Qarışdırılan məqamları sizə dedim. İndi keçəcəyik testlərə. Testlərlə daha yaxşı bu mövzu yadımızda qalacaq. Hazırsınızmı? Başlayaq. İlk sualımız belədir. Karandaş, kömür, qələm və ya tuş ilə çəkilmiş rəsmlər necə adlanır? Biz nə dedik? Karandaş, kömür, qələm, tuşla çəkən rəsmlər necə adlanır? Həm rəsm adlanır, həm də qrafik rəsmlər adlanır. Birinci sualımızın cavabı D variantı. Keçək ikinci suala. Qısa müddət ərzində çəkilmiş rəsmdir. Əsas məqsəd naturanın xarakterik xüsusiyyətlərini göstərməkdir. Hansı oldu? Naturanın xarakterik xüsusiyyətlərini göstərmək hansı rəsmdə idi? Qaralama uzun müddətli. Qaralama uzun müddətli rəsm deyil, qısa müddətli rəsmdir. Yəni A variantımız səhvdir. Eskiz qısa müddətli rəsmdir. Eskiz də düzdür, qısa müddətli də düzdür. Amma bizdən istənilən xüsusiyyət eskizə aid deyil. Ona görə B variantımızda çıxırıq. C variantı. Qaralama qısa müddətli rəsm. Bəli, naturanın əsas xüsusiyyətləri qaralamada göstərir və qaраlamada qısa müddətli rəsmdir. Doğru variantımız C variantı. Texniki uzun müddətli rəsmdə bura aid deyil. Üçüncü sualımız isə belədir. Bu rəsmdə məkan, plan və rəng nisbəti göstərilir. Qrafik rəsmlərin hamısında. Qrafik rəsmlərin hamısında göstərilmir təbii ki də, olmur belə bir şey. A variantımız səhvdir. Uzun müddətli rəsmlərdə bu cavabımız da səhvdir. Eskiz və yaradıcı rəsm hansındaydı? Yaradıcı rəsmdə deyildi. C variantı. Cavab eskizdir. Eskizdə məkan, plan və rəng nisbəti açıq-aydın göstərilməlidir. Dördüncü sualımız isə belədir. Yunan ilahəsi Diananın təsviri hansı rəsm növünə aiddir? Yaradıcı rəsm, texniki rəsm, eskiz və tədris rəsmləri. Yaradıcı rəsmlərdə biz bilirik ki, yeni bir şey yaratmalıyıq. Ona görə yaradıcı rəsm deyil. Texniki rəsmlərdə bildik ki, mexanizmlər, əşya, cihazların detal və hissələri göstərilir. Bu da bura aid deyil. Eskizlər də bura aid deyil. Təbii ki də Diananın təsviri tədris rəsmlərinə aiddir. Biz dedik ki, Dianadır, Veneradır, Qatamelatdır. Bu kimi heykəllər bizdə aid olacaq tədris rəsmlərinə. Bugünlük mövzumuz bu qədər. Ümid edirəm bu mövzu hər birimizin yadında qaldı. Mövzu əslində asan bir mövzudur. Sadəcə qarışdırılan xırda məqamlar var. Təbii ki, bunları da bilmək bizim üçün əhəmiyyətlidir. İzlədiyinizə görə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.